Kesmek sevənlər bu piroqu çox sevəcək. 4 yumurta, 200 qram şəkər. Mikserlə ağarana qədər qarışdırırıq. 120 ml bitki yağı, 120 ml qatıq. Qarışdırırıq. 8 qram qabartma tozu, 300 qram un. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Soba tavasına əlavə edirik. 300 qram kəsmik, 1 yumurta, 3 xörək qaşığı şəkər kirşanı birlikdə qarışdırıb kremimizi hazırlayırıq. Xəmirimizin üzərinə formalı şəkildə kremimizi qoyuruq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada 45 dəqiqə bişiririk. Bişib soyduqdan sonra şəkər kirşanı əlavə edirik. Səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.